Salam əziz şagirdlər və abituriyentlər. Bugünkü dərsimizin mövzusu kimyəvi reaksiyaların təsnifatı və istilik effektidir. Mən bu dərsdə sizə sadaladığım 4 əsas mövzu üzərindən danışacağam. Kimyəvi reaksiyaların təsnifatı, Hess qanunu, reaksiyanın istilik effekti, əmələ gəlmə və yanma istilikləri və termokimyəvi tənliklər üzrə hesablamalar. Gəlin ilk dərsimizlə başlayaq. Ümumiyyətlə, kimyəvi reaksiyaların istilik effekti və təsnifatından danışmazdan əvvəl biz bilməliyik ki, kimyəvi reaksiyalar nədir? Tərifdən göründüyü kimi, kimyəvi reaksiyalar bir maddənin başqa maddəyə çevrilməsi ilə nəticələnən hadisələrdir. Yəni, bir maddə başqa maddəyə çevrilirsə, bu zaman reaksiya nəticəsində yeni bir maddə əmələ gəlir və bu ümumilikdə kimyəvi reaksiya adlanır. Və yaxud da başqa cür tərif vermək olar. Maddələrin tərkibinin və quruluşunun dəyişməsi ilə müşahidə olunan çevrilmələr kimyəvi reaksiyalar adlanır. Və mən nümunə kimi kimyəvi reaksiyanın tənliyini göstərmişəm. Belə ki, bu tənlikdə biz nə görürük? Başlanğıc maddələr və reaksiya məhsulları. Yəni, kimyəvi reaksiyalar, başlanğıc maddələr və reaksiya məhsullarını göstərən kimyəvi tənlik və sxem bu şəkildə yazılır. Hidrogen plus oksigen alınır su. Yəni, bu nümunədə mən həm kimyəvi reaksiyanın özünü, yəni biz buradan görürük ki, hidrogen bir maddədir, oksigen də bir başqa maddədir. Hər ikisi də qaz halındadır, reaksiyaya girir, su alınır. Təzə yeni bir maddə alınır. İndi isə gəlin kimyəvi reaksiyaların təsnifatına baxaq. Kimyəvi reaksiyalar bir çox əlamətlərinə görə təsnif olunurlar. Onlardan birincisi, reaksiyaya girən və alınan maddələrin sayının və tərkibinin dəyişməsinə görə. Deməli, bu təsnifata görə həmin kimyəvi reaksiyalar 4 cür olur. Birləşmə reaksiyaları, parçalanma reaksiyaları, əvəz etmə reaksiyaları və dəyişmə reaksiyaları. Biz birləşmə reaksiyası adından da göründüyü kimi bir neçə maddənin birləşməsindən yeni bir maddə əmələ gəlir. Baxın, mən buradan karbonun və oksigenin birləşməsində karbon qazının alınması misalını göstərmişəm. Görürük ki, karbon və oksigen birləşir, yəni birləşmə reaksiyasına girib yeni bir mürəkkəb maddə əmələ gətirir. Parçalanma reaksiyası isə birləşmənin əksi olaraq həmin o mürəkkəb maddə parçalanaraq ayrı-ayrılıqda müxtəlif maddələrə parçalanır. Burada parçalanan maddələr, baxın, kalsium karbonat parçalanıb kalsium oksidə və karbon qazına. Deməli, burada 2 dənə mürəkkəb maddə əmələ gəlib. Məsələn, suyun misalında suyu biz parçalasaydıq, bir hidrogen və oksigen, yəni ayrı-ayrılıqda müxtəlif bəsit maddələr əmələ gələcəkdir. Yəni, parçalanma reaksiyasının məhsulları, baxın, məhsullar oxdan sağda yerləşənlərdir. Parçalanma reaksiyasının məhsulları mürəkkəb də ola bilər, bu kalsium karbonat nümunəsindəki kimi. Bəsit də ola bilər. Daha sonra biraz aydın olsun deyə sizə nümunə kimi də göstərmişəm ki, A maddəsi B maddəsi ilə birləşib AB əmələ gəlir. Məsələn, natrium bir metaldır, qələvi metaldır. Xlorla reaksiyaya girib natrium xlor, yəni duzu əmələ gətirir. İndi isə gəlin əvəz etmə reaksiyalarına baxaq. Əvəz etmə reaksiyaları nədir uşaqlar? Əvəz etmə reaksiyaları nümunələrdən də göründüyü kimi, baxın buralara bu 3 dənə reaksiyaya nəzər yetirsək, burada görürük ki, başlanğıc maddələrdən biri bəsit, digəri isə mürəkkəbdir. Tərifdən də göründüyü kimi, deməli, əvəz etmə reaksiyaları əsasən bəsit və mürəkkəb maddələrin arasında gedir. Bəsit maddə atomlarının, məsələn, alüminium, bəsit maddə atomlarının mürəkkəb maddəni təşkil edən element atomlarından birini əvəz etməsi ilə gedən reaksiyalar əvəz etmə reaksiyalardır. Yəni, bu nədir? Baxın, uşaqlar, burada alüminium mürəkkəb maddəni təşkil edən element atomlarından birini əvəz edir. Yəni, burada alüminium gəlir dəmiri əvəz edir, alınır alüminium oksid və dəmiri buradan sıxışdırıb çıxardır. Əslində, burada elementlərin bir-birini sıxışdırıb çıxartması aktivliklə əlaqədardır. Alüminium dəmirdən aktiv metal olduğu üçün dəmiri asanlıqla sıxışdırıb çıxarda bilir. Daha sonra sink. Sink də hidrogendən nisbətən aktiv, yəni hidrogendən sonra və hidrogendən əvvəl gələn elementlər var. Demək, hidrogendən əvvəl gələn elementlərdən biri də sink olduğu üçün sink asanlıqla hidrogeni, yəni özündən sonra gələn hidrogeni sıxışdırıb çıxarda bilir, yəni əvəz edə bilir. Bir də onu deyim, uşaqlar, əvəz etmə reaksiyaları həmişə oksidləşmə reduksiya tipli olurlar. Oksidləşmə reduksiya reaksiyaları nə idi? Deməli, oksidləşmə reduksiya reaksiyaları o idi ki, deməli, həmin elementin reaksiya müddətində başlanğıc maddədən reaksiya məhsulu alınan zaman oksidləşmə dərəcəsi dəyişsin. Yəni,
belə deyək də, rabitə elektronları tamamilə elektromənfiliyi çox olan atoma keçir və bu zaman atomlarda yarana biləcək şərti yük oksidləşmə dərəcəsi adlanır. Baxın, alüminium tək halda sabit, yəni bəsit olduğu halda, heç bir birləşməsi olmadığı halda sabit, yəni 0 oksidləşmə dərəcəsi göstərir. O dəmiri əvəz edib oksidləşəndən sonra, alüminium oksid əmələ gələndən sonra müsbət 3 oksidləşmə dərəcəsi əldə edilir. Yəni elektronmənfiliyi çox olan atoma keçir və nəticə etibarilə oksidləşmə dərəcəsi artır. Yəni alüminium özünə elektronu birləşdirir və o özünə üzr istəyirəm, elektronunu verir və verdikdən sonra reduksiya edici olur. Yəni alüminium 0-dan alüminium 2, alüminium 3 oksidə keçir. İnşallah bunu növbəti oksidləşmə reduksiya tipli reaksiyalara baxdığımızda o mövzuda mən sizə izah edəcəm tam olaraq. Ümumiyyətlə bir mənalı olaraq qəbul edək ki, əvəz etmə reaksiyaları həmişə oksidləşmə reduksiya tipidir. Çünki başlanğıc maddələrdən biri bəsitdir. Daha sonra dəyişmə reaksiyalarına baxaq. Baxın, dəyişmə reaksiyalarında 2 dənə mürəkkəb maddə görürük. Deməli, iki mürəkkəb maddənin tərkib hissələrinin bir-birini dəyişməsi ilə, bir-biri ilə belə deyək də, dəyişməsi ilə gedən reaksiyalara dəyişmə reaksiyaları deyilir. Və onu deyim ki, bu reaksiyalar oksidləşmə reduksiya tipli deyil. Çünki burada, məsələn, sink müsbət 2 oksidləşmə dərəcəsindədir, sağda da müsbət 2 oksidləşmə dərəcəsindədir. Heç bir oksidləşdiricilik, yəni heç bir oksidləşmə dərəcəsinin dəyişməsi halı baş vermir. Ona görə deyirik ki, deməli, dəyişmə reaksiyaları oksidləşmə reduksiya tipli deyil. Daha sonra kimyəvi reaksiyaların təsnifatında ikinci halı nəzərdən keçirdək. Deməli, kimyəvi reaksiyalar reagentlərin və məhsulların aqreqat halına görə iki cür olur. Homogen reaksiyalar və heterogen reaksiyalar. Deməli, uşaqlar, homogen və heterogen reaksiyalar nədir? İndi gəlin onları aydınlaşdıraq. Deməli, homogen reaksiyalarda qazlar arasında və məhlulda gedən reaksiyalardır. Homogen reaksiyalar, deməli, qazlar arasında və məhlulda gedən reaksiyalardır. Yəni, başlanğıc maddələr eyni aqreqat halında olurlar. Baxın, nümunələrdə göstərmişəm. Deməli, hidrogen də qazdır. Baxın, aşağısında yazdığımız qazdır. Onun qaz olduğunu göstərir. Fluor da qazdır. Nəticə etibarilə 2H fluor qaz alınır. Qaz halında bir maddə alınır. Heterogen reaksiyalar isə deməli, reaksiyada iştirak edən maddələr müxtəlif fazalarda olurlar. Baxın, deməli, karbon qazı qaz halındadır. Natrium, deməli, hidroksid məhlulu ilə reaksiyaya gedir və natrium hidrokarbonat alınır. Bu da bir məhluldur. Yəni, məhlulda natrium hidrokarbonat alınır. Qazla maye. Baxın, qaz plus maye. Yəni, məhlul. Və yaxud da karbon bərkdir. Adi halda oksigenlə reaksiyaya girir. Qazdır. Alınır karbon qazı. Yəni, bərk plus qaz. Daha sonra bərk plus maye, məsələn, dəmir 3 hidroksid bərk haldadır. Üzərinə hidrogen xloridin məhlulunu gəlirik. Alınır dəmir 3 xlorid və su. Yəni, bərk maddə məhlulla reaksiyaya girdi. Bu da heterogen reaksiyalardır. Deməli, kimyəvi reaksiyalar reagentlərin və məhsulların aqreqat halına görə iki cür oldu təsnifatı. Homogen reaksiyalar və heterogen reaksiyalar. Daha sonra üçüncü hala baxaq. Kimyəvi reaksiyaların təsnifatı proseslərin dönərliyinə görə kimyəvi reaksiyalar iki yerə bölünür. Dönməyən reaksiyalar, dönən reaksiyalar. Dönmə reaksiyalar axıra qədər gedən reaksiyalardır. Baxın, uşaqlar, axıra qədər bir reaksiyanın getməsi üçün bir neçə əlamətin olması lazımdır. Qaz ayrılmalıdır oradan, çöküntü alınmalıdır və su çıxmalıdır. Əgər axıra qədər bu reaksiyaların getdiyini təyin etmək istəyiriksə, reaksiya məhsullarına baxmalıyıq. Əgər qaz çıxıbsa, qaz ayrılıbsa, çöküntü alınıbsa, su çıxıbsa, demək ki, bunlar dönməyən reaksiyalardır. Yəni, reaksiya, belə deyək də, yalnız bir istiqamətdə gedir, başlanğıc maddələrdən son məhsullar alınır. Ancaq dönən reaksiyalarda isə reaksiya həm düzünə, həm də əksinə gedir. Yəni, reaksiya, deməli, başlanğıc maddələrdən reaksiya məhsulları alınır və reaksiya məhsulları da yenidən parçalanaraq başlanğıc maddələri əmələ gətirə bilir. Yəni, bu proses dönən prosesdir. Bu proses o vaxta qədər gedir ki, arada tarazlıq yaransın. İnşallah kimyəvi reaksiyanın sürəti, tarazlıq mövzusunda mən bunlara aydınlıq gətirəcəm. Yəni, açıq şəkildə mən o mövzulara toxunacam.
Və yaxud da hidrogen yodidin misalında hidrogen alınır parçalanaraq və yod alınır. Həmçinin dönən olduğunu görürük də. Baxın uşaqlar, deməli alınan bu reaksiya məhsulları ki var, parçalanma məhsulları, onlar yenidən birləşərək hidrogen yodidi əmələ gətirirlər. Uşaqlar, indi isə gəlin kimyəvi reaksiyaların təsnifatının 4-cü hissəsinə baxaq. Yəni istilik effektinə görə kimyəvi reaksiyaların təsnifatına baxaq. Birinci bilməliyik ki, istilik effekti nədir? İstilik effekti reaksiya zamanı ayrılan və ya udulan istiliyin miqdarıdır. Ümumiyyətlə, istilik effektinin əvvəlcə belə deyək də, nə olduğunu, oradakı istiliyin nə olduğunu aydınlaşdıraq. Belə ki, sistemdə, ümumiyyətlə, reaksiya gedərkən uşaqlar enerji çevrilmələri baş verir. Yəni, sistemdə o maddi sistemin hərəkəti və qarşılıqlı təsiri nəticəsində enerji yaranır. Və bu enerji həmin o hissəciklərin hərəkəti, onların toqquşmaları nəticəsində deməli, həmin yaranan enerjidir. Belə ki, bu enerjinin nizamlı formada verilməsinə iş deyilir. Nizamsız formada verilməsi isə istilikdir. Və istilik, belə deyək də, kimyəvi reaksiyaların əksəriyyəti uşaqlar sabit təzyiqdə gedir. Ona görə də reaksiyanın enerjisi bu istilik effektinin dəyişməsi ilə qiymətləndirilir. Yəni, istilik effekti bizə icazə verir ki, reaksiyanın oradakı enerjisini biz tapaq. Buna görə də biz həmin o istilik effektini iki cür deməli, təsnifatlandırırıq kimyəvi reaksiyaların təsnifatında. Həm eksotermik reaksiyalar, həm də endotermik reaksiyalarda istiliyin dəyişməsi halını burada nəzərdən keçirdirik. Yəni, istilik ayrılırmı, istilik udulurmu, bu hallar bizə verir həmin o istilik effektini. Deməli, eksotermik reaksiyalarda istiliyin ayrılması prosesi gedir. Yəni, bunu isə endotermik reaksiyalarda birləşmə reaksiyalarıdır. Birləşmə reaksiyaları zamanı enerji sərf olunur və istilik artır. Ona görə plus işarəsi ilə biz bunu qeyd edirik. Baxın, uşaqlar, eksotermik reaksiyalarda istilik artır və istilik başlayır o ayrılmağa. Endotermik reaksiyalarda isə, parçalanma reaksiyalarında isə istilik udulmalıdır ki, parçalanma reaksiyası geçsin. Baxın, buzu. Biz istiliyi oradan ayıra bilmərik ki, buzun əriməsi üçün. İstiliyi biz almalıyıq, udmalıyıq. O istiliyi udmalıyıq ki, sistemdəki istiliyi. Yəni, buza istiliyi verməliyik ki, o istiliyi udmalıyıq ki, deməli, həmin o buz əriyə bilsin, parçalana bilsin. Yəni, parçalanmanı bu şəkildə biz əlaqələndirmişəm, mən daha sadə şəkildə. Burada isə sistemdə istilik ayrılır. Yəni, alovun yanması ilə, baxın, sistemdən istilik ayrılmağa başlayır. Yəni, sadə misalla mən bunu izah etməyə çalışmışam. Və yaxud da, baxın, sistemdə qırmızı və göy rəngdə mən istiliyin ayrılması və udulmasının nümunəsini göstərmişəm. Deməli, istilik ayrılırsa, baxın uşaqlar, sistemdə qırmızı ona görə göstərmişəm ki, burada enerji var. Burada maddə hissəcikləri hərəkət edib və qızıb. Yəni, sistemdə orada maddələrin istiliyi başlayır qızdıqca ayrılmağa. Ancaq burada isə göy rəngdə o deməkdir ki, yəni sistem soyuqdur. Maddələrimiz soyuqdur. Orada heç bir reaksiya getməyib. Biz o sistemdən o istiliyi udmalıyıq ki, oradakı həmin o maddələri, qarşılıqlı təsirini, deməli, həmin o başlanğıc maddələri parçalayıb reaksiya məhsullarını əldə edək. Deməli, eksotermik reaksiyalar istiliyin ayrılması ilə getdi. Endotermik reaksiyalar isə istiliyin udulması ilə. Yəni, istilik ayrılan zaman birləşmə reaksiyası, udulan zaman parçalanma reaksiyası gedir. Q də burada istilik effektidir. Eksotermik reaksiyalarda müsbət, endotermik reaksiyalarda isə mənfidir. Ancaq istisna halları var. Mən dedim ki, eksotermik reaksiyalar da əksərən birləşmə reaksiyalarına misal göstərmiyorlar. Endotermik reaksiyaları isə parçalanma reaksiyaları. Uşaqlar, gəlin, deməli, burada istisna hallara baxaq. Deməli, biz dedik ki, eksotermik reaksiyalarda istilik ayrılır, birləşmə reaksiyalarını daha çox misal göstərmək olar eksotermik reaksiyalara. Ancaq endotermik reaksiyalarda isə istilik udulur. Yəni, daha çox parçalanma reaksiyalarına buna misal göstərmək olar. Ancaq istisna halımız var. Baxın, aşağıda qeyd etmişəm. NO-nun parçalanması bizə əslində deyir ki, parçalanma reaksiyasıdırsa, bu endotermik reaksiyadır. Amma əslində bu eksotermik reaksiyadır. Həmçinin azotun və oksigenin birləşmə olsa da endotermik reaksiyadır. Bu istisnanı yadda saxlasaq çox yaxşı olar.
Daha sonra kimyəvi reaksiyaların təsnifatının oksidləşmə dərəcəsinin dəyişməsi halına görə nəzərdən keçirək. Deməli, oksidləşmə dərəcəsinin dəyişməsinə, yəni dərəcənin dəyişməsinə görə kimyəvi reaksiyalar iki cür təsnif olunur. Birincisi, oksidləşmə dərəcəsinin dəyişməməsi ilə gedən reaksiyalar və oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalar. Yəni, oksidləşmə reduksiya reaksiyaları. Baxın, elementlərin oksidləşmə dərəcəsinin dəyişməməsi ilə gedən reaksiyalara bütün dəyişmə reaksiyalarını misal göstərmək olar. Baxın, mən sizə dəyişmə reaksiyalarından misalında göstərmişdim ki, iki mürəkkəb maddənin qarşılıqlı təsirində oksidləşmə reaksiyası getmir. Yəni, oksidləşmə dərəcəsi dəyişmir. Çünki kalsium karbonatda da, məsələn, kalsium müsbət 2 oksidləşmə dərəcəsindədirsə, kalsium SO4-də də müsbət 2 oksidləşmə dərəcəsindədir. Yəni, bunlar əslində səthi olaraq sizə izah edirəm. İnşallah növbəti oksidləşmə reduksiyadan danışanda sizə daha da aydın olacaq ki, söhbət nədən gedir. İkinci əsas, deməli, dəyişməməsi ilə gedən reaksiyalara bəzi birləşmə və parçalanma reaksiyalarını misal göstərmək olar. Baxın, birləşmə reaksiyasına. İki dənə mürəkkəb maddə arasında gedir. Əgər ki, birləşmə bəsit maddələr arasında getsəydi, onların oksidləşmə dərəcəsi sıfır daxil uşaqlar. Bəsit maddələrin oksidləşmə dərəcəsi reaksiya başlanğıc maddələrdə sıfırdır. Onlar birləşərək yeni maddə əmələ gətirsəydi, oksidləşmə dərəcəsinin dəyişməsi halı yaranacaqdır bəsit maddələr üçün. Amma iki dənə mürəkkəb maddə verilib, onların birləşməsindən görürük ki, kükürddə, daha sonra oksigendə, hidrogendə heç bir oksidləşmə dərəcəsinin dəyişməsi halı baş verməyib. Həmçinin parçalanma reaksiyalarında da. Kalsium hidrokarbonata nəzər yetirsək, onun parçalanmasından kalsium karbonat, karbon qazı və su alınıb. Əvvəlki, yəni reaksiyanın başlanğıc deməli, maddələrdəki elementlərin kalsiumdur, hidrogendir, karbon və oksigendə oksidləşmə dərəcəsi necədirsə, alınan parçalanma məhsullarında da oksidləşmə dərəcəsi o şəkildədir. Yəni, heç bir dəyişiklik baş verməyib. Deməli, yadda saxlamalıyıq ki, bütün dəyişmə reaksiyaları və bəzi parçalanma və birləşmə reaksiyalarında oksidləşmə dərəcəsi dəyişmir. Daha sonra dəyişməsi ilə gedən reaksiyalara bütün əvəz etmə reaksiyalarını misal göstərmək olar. Əvəz etmə reaksiyalarında nə demişdik uşaqlar? Maddələrdən biri mütləq bəsit maddədir. Əgər reaksiya başlanğıc maddələrdən biri bəsitdirsə uşaqlar, mütləq ki, orada oksidləşmə reduksiya prosesi gedir. Çünki bəsit halda dedik ki, elementin oksidləşmə dərəcəsi sıfır qəbul olunub, o birləşir hər hansı bir deməli maddə atomu ilə və ya hər hansı bir deməli birləşmə ilə və yaxud da funksional qrupla, burada hidroksid funksional qrupdur, birləşir və oksidləşmə dərəcəsinin artması və ya azalması, yəni dəyişmə halı yaranır. Deməli, bütün əvəz etmə reaksiyaları, oksidləşmə reduksiya reaksiyalarıdır və bəzi birləşmə və parçalanma reaksiyaları qeyd etdiyimiz kimi. Baxın, uşaqlar, karbon və kükürdün reaksiyasından karbon disulfit alınıb. Bu birləşmə reaksiyasıdır və görürük ki, karbon da, kükürd də bəsit halda sıfırdılar oksidləşmə dərəcələri, birləşərək deməli dəyişkənlik yaranıb. Deməli, karbon burada müsbət 4, kükürd də mənfi 2 oksidləşmə dərəcəsindədir. Daha sonra gümüş nitratın parçalanması reaksiyası. Baxın uşaqlar, biz burada dəyişməməsi ilə gedən reaksiyalarda gördük ki, parçalanma məhsullarımızın hamısı mürəkkəbdir. Amma gümüş nitratda parçalanma reaksiyalarında bəsit maddələr də var. Deməli, bəsit maddə varsa, uşaqlar, əgər bir reaksiyada, demək ki, oksidləşmə reduksiya reaksiyalarına bunu misal göstərmək olar. İndi isə sizə deməli, kimyada ən çox qarışdırılan anlayışlardan biri olan reaksiyanın entalpiyasını izah edəcəm. Yəni, bu elə bir sadə, rahat şəkildə izah edəcəm ki, artıq siz entalpiyanı reaksiyalarda çox rahat şəkildə, əsasən də sınaqlarda çox rahat şəkildə işləyə biləcəksiniz. Əsas izahımız nədən ibarət uşaqlar? Bilməliyik ki, sabit təzyiqdə deməli, gedən reaksiyada sistemin enerjisinin dəyişməsi entalpiya dəyişikliyidir və bu delta H ilə göstərilir. Əgər reaksiya zamanı, baxın uşaqlar, suyun misalında da mən onu izah edirəm ki, əgər reaksiya zamanı sistemdən istilik ayrılırsa, bu reaksiya ekzotermik reaksiyadır və bu zaman reaksiyanın entalpiyası, yəni delta H mənfi olur. Niyə görə? Çünki sistemdən istilik ayrıldıqda sistem öz enerjisini itirir və nəticə itibarilə əgər enerji itirsə, entalpiya da birbaşa enerjinin dəyişməsidir. Baxın, sabit təzyiqdə sistemin enerji dəyişməsi deyirəm mən tərifdə. Sistemdə enerji əgər itirsə, istilik ayrılan zaman, bu zaman delta H-ın ifadəsi mənfi olacaq. Belə ki, sistemdəki istilik müsbət, delta H isə mənfi olacaq. Yəni, delta H həmişə deməli, delta Q ilə işarəcə əks olur. Qiymətcə eyni olsa da işarəcə əks olur. Daha sonra suyun parçalanma misalına baxaq. Əgər
Reaksiya zamanı sistem xaricdən istilik alırsa, baxın, suyun parçalanmasında. Əgər sistemdən xaricdən istilik alırsa, bu zaman reaksiya endotermik olur və burada delta H müsbət olur. Çünki reaksiya zamanı əgər sistem kənardan deməli istiliyi alırsa, bu da sistemin enerjisinin artmasına gətirib çıxardır və nəticədə delta H-ın da işarəsi müsbət olur. Deməli, uşaqlar, bir çox abituriyentin ən çox səhv etdiyi mövzulardan biri də yanma istiliyi və əmələ gəlmə istiliyidir. İndi sizə göstərəcəyim məntiqlə bu anlayışları saniyələr içində aydın ayırd edəcəksiniz. Yanma istiliyi nədir? Əmələ gəlmə istiliyi nədir? Diqqətlə slayda nəzər yetirək. Deməli, mən orada qeyd etmişəm ki, 1 mol maddənin yanması zamanı ayrılan istilik miqdarına yanma istiliyi deyilir. Yəni, bir maddənin 1 molunun oksigenlə tam yanması zamanı ayrılan istilik miqdarına yanma istiliyi deyilir. Slaytda karbon nümunəsini görürsünüz. Baxın, karbonun əgər qarşısında heç nə yazılmayıbsa, deməli bu karbon 1 moldur. Baxın, 1 molunun yanması zamanı, oksigenlə yanan zaman alınır karbon qazı, ayrılan istilik isə 393,5 kilokaloridir. Deməli, biz yazırıq ki, Q yanma C bərabərdir müsbət 393,5 kilokalori. Bu niyə görə belə müsbət yazılır? Çünki buradan istilik ayrılır. Baxın, yanma zamanı əlbəttə ki, söhbət birləşmə reaksiyasına gedir də. Yanan zaman birləşmə reaksiyası alınır. Baxın, uşaqlar, karbon yanır və birləşərək karbon qazı əmələ gətirir. Müsbət 2 o deməkdir ki, yəni burada sistemdən istilik ayrılır. İstilik ayrıldığı üçün də yanma istiliyi müsbət qiymətlə yazılır. Daha sonra 1 kiloqram yanacağın yanması zamanı ayrılan istilik miqdarına isə yanacağın istilik törətmə qabiliyyəti deyilir. Deməli, uşaqlar, bizə aydın oldu ki, yanma istiliyi hansı maddə yanırsa, onun yanma istiliyi hesablanır. Baxın, karbon qazında biz dedik ki, karbon yandığı üçün onun yanma istiliyi sonda göstərilən bu istiliyi miqdarına bərabərdir. Yəni, istilik effektinə bərabərdir. Lakin əmələ gəlmə istiliyi isə hər bir maddə üçün hesablanır. Yəni, reaksiyaya girən maddələr, məsələn, suyun parçalanmasını nəzərə yetirsək, su 2 mol su parçalanır 2 mol hidrogen və 1 mol oksigenə. Ümumiyyətlə, adi halda biz əmələ gəlmə istiliyində bir dənə o vacib qaydanı deyim sizə ki, deməli, əmələ gəlmə istiliyi zamanı deməli, sadə maddələr əmələ gəlmə istiliyi 0 olur. Baxın, hidrogen də sadədir, yəni bəsit maddədir, oksigen də bəsitdir. Bunların əmələ gəlmə istilikləri 0 olur. Ancaq suyun əmələ gəlmə istiliyi isə deməli 116-nı tapdığımız bu entalpiyanı bölürük 2-yə, hər birə 1 mola görə hesablanır. Baxın, əmələ gəlmə istiliyi 1 mola görə hesablanır. Çünki biz burada demişik ki, 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və ya udulan istiliyin miqdarına əmələ gəlmə istiliyi deyilir. Yəni, əmələ gəlmə istiliyi 1 mol maddəyə görə hesablanır. Əgər bu 2 mol suya görə 116-dırsa, 1 mol suya görə də 116-nı böləcəyik 2-yə, tapacaq ki, 1 mol suya görə 58-dir. Həmin suyun əmələ gəlmə istiliyi. Həmçinin metanın yanmasına baxaq. Metanın yanması zamanı karbon qazı və su ayrılır. Ayrı-ayrılıqda biz həm karbon qazını, həm suyu, həm də metanın əmələ gəlmə istiliyini hesablaya bilərik. Ancaq oksigen bəsit maddə olduğu üçün, yəni tək oksigen elementindən təşkil olunduğu üçün onun, burada da qeyd etmişəm ki, əmələ gəlmə istiliyi 0-a bərabərdir. Baxın, burada tapırıq ki, karbon qazının da əmələ gəlmə istiliyi 212 deməli kilokaloridir. Daha sonra su da artıq görürsünüz 2-yə bölmüşük. Çünki 1 mola görə biz hesablayırıq əmələ gəlmə istiliyini. 1 mola görə hesabladığımızda alınır 106 kilokalori. Metan üçün də həmçinin 1 mol olduğu üçün yenə 212 kilokalori olacaq əmələ gəlmə istiliyi. Yəni, ümumiyyətlə, bu qaydaları bilsəz, yanma və əmələ gəlmə istiliyi suallarında artıq çaşmayacaqsınız. Deməli, uşaqlar, gəlin indi sizə istilik effektində son və mühüm mövzu olan Hess qanunundan danışım. Hess qanunu nədir, uşaqlar? Bu qanun əsasında kimyəvi reaksiyanın entalpiyası və yaxud da istilik effekti hesablanır. Hess qanunun ifadəsi belədir. Baxın, deməli, reaksiyanın istilik effekti, reaksiyanın deməli, gedişi yollarından və mərhələlərin sayından asılı olmayıb, yalnız reaksiyaya daxil olan maddələrin və reaksiya məhsullarının təbiəti və fiziki halından asılıdır. Bu nə deməkdir, uşaqlar? Baxın, biz dedik ki, yəni tərifdən göründüyü kimi, reaksiyanın istilik effekti reaksiyanın gedişindən və mərhələlərin sayından asılı deyil. Yəni, baxın, karbon qazının alınma misalında mən bunu aydın şəkildə izah eləmişəm. Deməli, baxın ki, karbon oksigenlə reaksiyasından, oxu izləyin zəhmət olmasa. Deməli, karbon və oksigenin reaksiyasından, baxın,
alınır dəm qazı. Dəm qazı da yenidən 2də 1 oksigenlə qarşılıqlı təsirdə olur və alınır karbon qazı. Əslində bu bir mərhələli prosesdir. Yəni karbon qazından biz bir mərhələli olaraq deməli karbonun və oksigenin reaksiyasından karbon qazını bir mərhələli olaraq ala bilərik. Bu zaman bizim üçün sistemin entalpiyası bu şəkildə olacaq. Lakin mərhələli şəkildə apardığımızda, yəni karbonla oksigenin reaksiyasından dəm qazının alınmasında deməli alınan entalpiya ilə bu reaksiyadan karbon qazının alınmasındakı bu entalpiya toplanır. Hər iki entalpiyalar toplanır və ümumi bir sistemin entalpiyasını bizə verir. Baxın, mən göstərmişəm. Delta H, yəni göstərilən bax bu 393,5 bərabər olur delta H1, delta H2 və delta H3-ün cəminə. Deməli, uşaqlar, Hess qanununa görə kimyəvi reaksiyanın istilik effekti əmsallarda nəzərə alınmaqla, baxın, diqqətlə oxuyuram, deməli, dinləyin. Bu qanuna görə kimyəvi reaksiyanın istilik effekti əmsallarda nəzərə alınmaqla reaksiya məhsullarının əmələ gəlmə istiliklərinin cəmi ilə reaksiyaya girən maddələrin əmələ gəlmə istiliklərinin cəmini çıxdıqdakı həmin o fərqə bərabərdir. Baxın, bir dənə burada Q reaksiya vermişəm. Q reaksiya bərabərdir NiQi cəmdə, yəni reaksiya məhsullarının əmələ gəlmə istiliklərinin cəmindən çıxırıq reaksiyaya girən maddələrin əmələ gəlmə istiliklərinin cəmini. Baxın, Qi reaksiya məhsullarının, Qj isə reaksiyaya girən maddələrin əmələ gəlmə istilikləridir. Ni və Nj isə müvafiq əmsallardır. Gəlin sizə mən onu nümunə şəklində verim. Test izahında daha bilirəm ki, sizə aydın olar. Baxın, maddələr verilib. Və deməli, deyir ki, maqnezium karbonatın parçalanmasından maqnezium oksid və karbon qazı ayrılıb. Hər birinin ayrı-ayrılıqda əmələ gəlmə istiliklərini burada qeyd edib. Bizdən isə reaksiyanın entalpiyasını və istilik effektini tapmağımızı istəyir. Ümumiyyətlə, reaksiyanın entalpiyası və istilik effekti qiymətcə eyni olacaqlar uşaqlar. Amma işarəcə əks. Biz bunun növbəti, mən bunu bir öncəki slaytda izah etdim ki, reaksiyanın entalpiyası, deməli, istilik effekti ilə qiymətcə eyni olsa da işarəcə əks olur. Birincisi, bilməliyik ki, parçalanma reaksiyasından gedirsə söhbət. Deməli, sistemdə istilik udulur. İstilik udulursa biz nə demişdik? Reaksiyanın entalpiyası istilik udulduğu üçün enerji artır və müsbət olur. Deməli, C və D variantlarına çıxırıq. A, B, Y variantı qalır. İndi isə gəlin sizə mən həmin o bayaqki dediyim qanunun izahını verim. Deməli, biz nə demişdik? Reaksiyanın istilik effekti, baxın Q. Reaksiya məhsullarının istilik effekti, əmələ gəlmə istiliklərinin cəmindən çıxırıq, deməli, başlanğıc maddənin, yəni reaksiyaya girən maddələrin cəmini. Deməli, reaksiyadan əmələ gələn maddələr, yəni reaksiya məhsulları bunlardır. Baxın, maqnezium oksid mənfi 601,5 və bu da karbon qazı da mənfi 393,5. Bunları cəmləyirik. Çünki dedik, reaksiya məhsullarından çıxacaq əmələ gələni, deməli, başlanğıc maddəni. Deməli, cəmləyirik reaksiya məhsullarının əmələ gəlmə istiliklərini, ondan çıxırıq həmin o başlanğıc maddənin əmələ gəlmə istiliyini və biz alırıq müsbət, deməli, 101. Əgər biz delta H-ı müsbət 101 almışıqsa, ona əks işarə ilə istilik effektimizi mənfi 101 tapacağıq. Deməli, burada doğru cavabımız B variantı.